Əgər bir insan valideynlə münasibəti nə olur olsun, yəni ola bilər ki, doğru ünsiyyət kontaktları yoxdur, sevgiləri azdır, münasibətlərində qopuqluq var, problem var. Həmin insan valideynin yanında olsa da, uzaqda da olsa, içində valideynini inkar edirsə, yenə deyirəm, ən pis valideyndən gedir də. Ata anada, amma valideynini edə bilmir, dərk etmir valideynliyini. Övladı ilə uşaq kimi rəftar edir, yetişkin kimi hərəkət etmir, əff edə bilmir, onunla doğru ünsiyyətə girişə bilmir və s. Yenə də həmin insan pozanı əlinə götürüb belə silsə ki, baxın görürsünüz, mən hətta getdim özümü əməliyyat edib dəyişdirdim ki, onlardan deyiləm. Mümkün deyil ki, sən onun enerjisini silə bilməsən, hər şey silə bilərsən, 10 illərlə görməyə bilərsən, amma o enerjini silə bilməsən. Çünki bu yaradan qatında belə qayıtdadır ki, sən falan kəsin qızısan, atan budur, anan budur və ya oğlusan. Fərqi yoxdur. Bu insanda bu küskünlük, inciklik, bu münasibətdə olan soyuqluq, sevgisizlik, anlaşılmamazlıq sənin mütləq maddəsəl həyatında bolluğuna, bərəkətinə, kök salmana, hardasa, ondan sonra özü rahat ifadə etməyə, hətta sağlamlığına, cəmiyyətdə öz mövqeyi tutmağına çox böyük problemlər yaradır. Bax, bir insanın şifası terapiya olaraq, ruhsal olaraq, enerjisel olaraq, bədənsel olaraq öncə başlanğıcı oradan başlayır. Bu dünya üçün. Yəni sən nə etsən də ana ata uzantısın. Bitdi. Qaş gözün oxşaya da bilər, oxşamaya da bilər. Məsəl üçün deyirəm. İnsanlar dayısını oxşuyur, xalasını oxşuyur, əmisini oxşuyur və amma fərq yoxdur. Amma sən onlardan yaranmısansa, sən inkar etdikcə, hər dəfə şikayət etdikcə, bu hamımıza aiddir. Aqressiya göstərdikcə, qəbul etmədikcə, barışmadıqca, buraxmadıqca, təslim olmadıqca həmin o yerdən insan imtahanı davam edir və çətinlik bitmir. Bir də indiki vaxtda, xüsusən də uşaqlar arasında yaranıbdır. Mən özüm də canlı şahid olmuşam. Bu bilirsən nədir? Bu ailələrin uşaqların yanında mənəvi dəyərləri təbliğ etmək, aşılamaq, öyrətmək azlığından uşaq orada yetişən övlad ac qalır mənəvi olaraq və o övlad böyük problemlər yaşayır kiçik yaşından. Çünki valideyn o işlə məşğul olmur deyənə, yəni yaradanı, özü bilmir axı, çoxsu özü bilmir və yaxud da bilir, canlı saxlamır, yaradanı ilə olan bağlantısını. Sadəcə bağlantı qalır, yəni orada dalğa olmur, ora minus olur. Və belə olan halda biz dalğadan ibarətik, bitdi. İbrahim Haqqı Aydın deyir ki, profesör, insan endişəli bir damla, həm parçacıq, həm dalğa. Zaten kuantum sahəsində dalğadır, enerjilərdə dalğalardır. Biz də dalğalarla işləyib də oxuyuruq enerjiləri, şuuraltı, şuurüstü, ruhun indiki vəziyyəti və s. Keçmiş, gələcək, bütün zaman, bizim üçün fərq yoxdur. Bütün zamanlarda zaman dilimi enerjisi. Hətta bu əşyalarında, cansız dediyimiz əşyalarında enerjisi var, titreşim var, dolayı yolla dalğası var. Ona görə də hər bir şey şahiddir, hər bir şeyin izi var. Nə qədər ki, biz insanlar, hələ müsəlman olaraq, yaradandan bir parçayıq və eterik korton bağlar deyilir. O bağ, biz elə bilirik ki, heç nə yoxdur, amma enerji olaraq bağımız var. O kukla teatrlarında olur, kukla ipə bağlı olur, bax onun kimi. Nə qədər ki, biz bu bağlantımızı soyuq münasibətdən saxlayacağıq, nə qədər ki, bir-birimizi aşılamayacağıq, nə qədər ki, yaradanımızı, yaratdığı dünya sistemini, kainatı, Allahın bizə vermək istədiklərini, bizi bu dünyaya öz xəlifəsi olaraq göndərdiyini, bəşəriyyətinin övladı olaraq göndərdiyini, onun hərəmiz bir adını, yəni bax görən Allah, eşidən Allah, hamısı adları var da, Allahın adlarındandır. Nə qədər ki biz bu adları, Allah bizi niyə yaradıb? Əslində onu təmsil edirik bu dünyada və o təmsil edərkən ondan uzaqdan təmsil edirik, yəni ona arxamızı çeviribmi? Sırf bu dünya üçünmü? Yoxsa o dəngəni qurmaq mı? Ruh və nəfis. Çünki dünya nəfs aləmidir, seçim özgür, yaradan isə bir tək işıq, aydınlıq, gerçək həqiqətdir. Nə qədər ki biz bu dəngəni, çünki mükəmməl ola bilmərik, mümkün deyil, dəngəni qurmağa çalışmadıqca biz bu ani olaylar var, bundan öncə bir olay danışdınız da mənə, uşaq bu cür olubdur, hamı çox təəssüflənir. O hadisələr daha çoxalacaq və get-gedə fikir versinizmi? Çoxalır. Artıq heyrətlənmirik, təəccübümüzü itirmişik. Artıq bizə anormal şeylər normal kimi gəlməyə başlayıb. Nəyə görə? Çünki çoxu insan artıq o vəziyyətdədir. Yəni, insan var namaz qılır, hiss etmir, sadəcə onu görəv kimi qılır. Sadəcə qılır ki, mən cənnətə gedəcəm.
bir şərti qılır, dərk etmədən qılır. Ən qısası dərk. Amma bir də var ki, biz həqiqət aləmin üçün, yəni məna aləmində oyanış yaşayıb, birinci yaradanımızla olan münasibəti, çünki o bağ var, o bağ dalğadır. Əgər o münasibəti daim qursaq, daim isti münasibətimiz olacaq yaradanla, kontaktda olacaq, iradəmiz, külli iradəmiz güclənəcək. Yəni biz bəli çətinliklərə məruz qalacaq, bu dünyanın qanunudur. Çünki imtahandır, biz bu imtahanda bərkilik, kamilləşirik, oyanırıq. Çünki oyanış nədir? Dirçəlişdir. Amma biz yaradanımızla münasibəti ən doğru şəkildə quranda külli iradəmiz çox güclü olacaq. Hər şeyə tab gətirəcək, hər şeyin rahat axışda çaresini də tapacaq. Çətinlikdən keçə-keçə də olsa. Valideynlə də belədir. Ola bilər, yenə deyirəm, sənin sfera, həyat baxışa, çünki o dönəmin adamı idi, sən bu dönəmsən, uyğun gəlmirsə, qəbul etmirsən, anlayış yoxdursa, olduğu kimi qəbul edib buraxarsansa sən yenə axışa keçəcəksən. Çünki axışa keçmək təslimiyyətdir, fərqindəlikdir, sonra oyanışdır və dirçəlişdir. Deyir ki, oyanmaq. Oyandınsa dirçələcəksən, özünə gələcəksən. Yəni gerçək kimliyinə, ruhuna dönüb baxacaqsan. Çünki biz ruhdan ibarətik, ruhumuza kölgə düşəndə önümüzü görə bilmərik. Ruhumuz işıqlananda hər şeyi bilirik, hiss edirik, zamanda yolculuq edirik, dərk edirik və həqiqətən həyatımızın kontrolunu əl ala bilirik. Başqa cür çox çətindir və başqa cürdə də zaten bəlalar hökm sürür, müsibətlər hökm sürür. Kasıbçılıq, bərəkətsizlik, işsizlik, sağlıq problemləri, ailə problemləri, mənəvi dəyərlər artıq hökm sürür. Yəni dəyərsiz proseslər hökm sürəcək.